Everestə qalxmaq bir cəsarətdir. Amma enmək ondan da çətindir deyirlər. Doğrudurmu? Mən fikirləşirdim ki, enəndə ki, mən bütün gücümü o iki zirvədə qoymuşam, hər an diqqətim gedə bilər, hər an yorğun ola bilərəm, diqqətsizlikdən ayağım büdrəyər, çata düşərəm, nərdivandan düzgün enmərəm. Bir an və sən yəni yoxsan da, bu dünyada yoxsan, mən bunu istəmirdim. O uğuru, o iki zirvəni doğrudan sağ-salamat geri gətirmək istəyirdim və ailəmə də sağ-salamat necə getmişdimsə elə qayıtmaq istəyirdim. Çox sürətlə 3-cü düşərgəyə gəldim. Orada yalnız su, adi qardan hazırlanmış, ərinmiş su, içərisinə şəkər qatdım, tez içdim, çünki vaxt yoxdur, yenə də aşağı enməliyəm. Baxın, özümü yaxşı hiss edirəm. Özümü yoxlayıram. Nəfəsim yaxşıdır, ağlım yerindədir, hər şey qaydasındadır, amma bədən sıfırdır. Bu sağ əlimi, sol əlimin üstünə qoydum. Kimdən danışım? Əlimdən tutdum, dedim ki, bax Vəfa, sən bu geri qayıdacağın yolu bir dəfə artıq çıxıb düşmüsən. Bilirsən bu yolu? Bilirəm bu yolu. Özünü yaxşı hiss edirsən? Yaxşı hiss edirəm. Səncə sən o yolu gedə bilərsən? Gedə bilərəm. Everestdə edəndə heç düşünürdün ki, Loxos edəcəksən? Düşünmürdüm. Etdin? Etdin. Səncə bundan sonra hələ bir dənə də zirvə edərsən? Edərəm. Niyə görə? Çünki insan bundan da artığına layiqdir. Öz əlimi buraxmadım. Öz əlimi buraxmadım. Doğrudan da fiziki olaraq da, mənəvi olaraq da tutdum o əldən və özümü ana düşərgəyə gətirdim.